Masallı fermerləri əkdikləri sahələrdən məhsul əldə edə bilmirlər. Buna səbəb sahələrdə gəmiricilərin məhsulları məhv etməsidir. Rayonda hektarlarla əkin sahəsinə sıçanlar daraşıb. Gəmiricilər əsasən rayonun Təklə kəndindəki sahələrdə yayılıb. 3 hektar mən taxıl əkmişəm. Taxıldan başqa mənim əkəcəyim yoxdur. Onun da ki, sıçan yiyib 5 kilo, 3 kilo taxıl götürmüşüm. Bax, bu da qardaş, göz qabanı noxuddur. Hardasa 750 hektar Təklə sakininin torpağı var. Hamısını noxud əkib, göy güvərti əkib, bığd əkib, arpa əkib, hamısını bax beləncə sıçanlar məhv eləyir. Gördüyünüz kimi bizə yəni bu gəmiricilər çox yüksək bir şəkildə ziyan vurur. Buğdamızı bütöv aparıb, biçməyə bir şey olmayıb. Pomidor sahəsidir, pomidorları yeyir, xiyar sahəsidir, yeyir. Fermerlər deyirlər ki, gəmiricilərlə mübarizə aparmaları qeyri-mümkündür. İş o yerə gəlib çatıb ki, zərərvericilər sahələrdən kəndə, həyətyanı torpaqlara keçir. Müxtəlif növdə əkinlər əkmişəm. Hal-hazırda göyərti, pomidor, bir də 1 hektar kukuruz sahəm var. Mövcud vəziyyət budur ki, hal-hazırda gördüyünüz bu gəmiricilərlə biz mübarizə apara bilmirik. Yəni kütləvi vəziyyətdə gəlib kənd ərazisini bürüyübdür. İndi hal-hazırda kukuruzun özünü kəsir. Böyük bir bəlada kukuruzdan əlavə onun sistemin, hazır çəkdiyimiz sistemi kəsir. Gecə kukuruzu kəsir, gündüz də onun sistemindən kəsir, suyunu götürür. Dövlət Aqrar İnkişaf Mərkəzindən Xəzər xəbərə bildirildi ki, mübarizə işinin təşkilinə fermerləri dərmanlarla təmin etmək yolu ilə dəstək verilir. Aldadıcı yem hazırlanmasında istifadə olunan digər vasitələr fermerin öz vəsaiti hesabına alınır. Fermerlər müvafiq dərmanları isə Dövlət Aqrar İnkişaf Mərkəzlərində fəaliyyət göstərən Bitki Mühafizəsi və Fumigasiya Mərkəzinin əməkdaşlarına müraciət edərək pulsuz ala bilərlər. Elvin Əkbərov, Nərmin Məmmədhəsənli, Xəzər xəbər.